Bugün 29 yaşında bir pasiyentimin hikayesini danışmaq istəyirəm. Danışmalıyam ki, hər kəs bir daha düşünsün. Aylıq estetik prosedurları etdirən zaman heç olmasa ildə bir dəfə ginekoloqa müraciət etsin deyə. O mənə sadəcə cinsi əlaqə sonrası qanaxma şikayətlə gəldi. Gənc idi, 29 yaş. Heç kim xərçəng gözləmirdi. Amma mən skriningi genişləndirdim. Pap smear, kolposkopiya, biopsiya və nəticə gəldi. Uşaqlıq boynu xərçəngi. Özü də ikinci mərhələdə və qasıq limfa düyününə yayılmış. O məndən əvvəl də həkimə getmişdi. Şikayətini bildirmişdi. Amma erkən mərhələ qaçırılmışdı. Uşaqlıq boynu xərçəngi səssiz inkişaf edir. İllərlə əlamət verməyə bilər. Və ən ağrılı tərəfi bilirsinizmi nədir? Skrininglə qarşısını almaq mümkündür. Bu xəstəyə radikal cərrahiyyə, kimyoterapiya və şüa terapiyası edildi. 29 yaşında bir qadın üçün bu nə deməkdir, təsəvvür edirsinizmi? Bəzən bir test, sadəcə bir dəqiqəlik pap smear testi bir qadının həyatını dəyişə bilər. Əgər 21 yaşından yuxarısınızsa, şikayətiniz olmasa belə skrining etdirin. Erkən diaqnoz bir seçimdir və həyat qurtarır.